Baba görürsünüz. Ümumi veriki götür. Chevrolet deyək ki, bugünkü günə həqiqətən də pis maşındır. Gəlin, bunu öz-özümüzdə analiz edək. Kimisi deyir pis maşındır, kimisi deyir Chevrolet əla maşındır. 270 min getmiş mühərrik, bugünkü gün bizim servisdə SEP sinədəsi dəyişilir və qardaşlar SEP komplekt dəyişilir. Yenə də veriləcək ki, 270 min yox, 570 min sür. Kimisi deyir ki, Chevrolet qardaş problem yaradır. Chevrolet problem yaradırsa, niyə 270 min getmiş maşın ilk dəfədir ki, bax görürsünüz üst qışqasını çıxardır. Zavaskoy üst qışqasıdır. CM-in taloqramasına qədər, fraqlatkasına qədər üstündədir. İndi ustalar mənə daha yaxşı başa düşər ki, bu üstündə gələn orijinal fraqlatkadır. Əziz qardaşlar, bugünkü günü bu bir mənalı şəkildə danılmazdır ki, Chevroletin bugünkü günü yaxşı olma səbəbi də, pis olma səbəbi də sürücünün özündən asılıdır. Vaxtında yağını dəyişmək, vaxtında antifisini dəyişmək, lazım olduğu tədbirdə orijinal detal qoymaq mənə elə gəlir ki, sürücü üçün ağır bir proses deyil. Sadəcə olaraq gedirlər bazardan 20 manatlıq detalı 1 manat alıb gətirirlər, avtomobilin üzərinə qoyurlar. Sonra da çıxıb deyirlər ki, Chevrolet problemdir, Chevrolet qaynaqdır. Chevrolet problem deyil. Problem biz özümüzük ki, bugünkü günü hansısa bir sürücü deyir, mən 5 ildir rahat sürürəm. Hansısa sürücü deyir ki, 1 aydır mən sürə bilmirəm. Bu nə deməkdir? Bu o deməkdir ki, insanın özündən asılıdır. Avtomobil eyni avtomobil, motor eyni motor, kuza eyni kuza. Sadəcə olaraq sürücü fərqlidir. Öpürəm, özünüzdən müğayət olun. Gəlin, məncə mənim fikrimi diqqətlə və düzgün başa düşək.